davamlı xəyanətdə kişiləri günahlandırırıq da. Amma biz burada bugün görürük ki, belə deyil də. Kişini xəyanətə aparan da qadındır. Kişini xəyanətə getməyə qoymayan da qadındır da. Yox, elə çıxır ki, siz indi qadınları günahlandırırsınız. Mən sizinlə razı deyiləm. Kişilər qadınlara kiminə xəyanət eləyir? Başqa bir qadınla xəyanət eləyir də. Amma kişilər özləridir. Yəni bir Və xəyanətkar kişiləri də böyütər biz qadınlarıq da. Bəli, xəyanət baş verirsə, deməli burada iki tərəfə bu sərf eləyir, belə deyək. Hər kəsin şuuraltıda bir ikinci dərəcəli faydası var. Kişi niyə xəyanət edir və yaxud qadın deyir ki, məsələn, onun da ikinci dərəcəli faydası var ki, kişi mənə xəyanət eləsin. Niyə görə? O kişini idarə eləsin, o kişiyə qarşı yəni bir koziri olsun. Xəyanətkar kişiləri də biz qadınlar böyütmürükmü? Məsələn, bizim cəmiyyətimizdə bizim analarımız oğlanlarına hər şeyi icazə verir. Oğlum da eləyib. Gəlinini hər zaman susturmağa çalışır ki, sən mənim oğlumu nöqsan tuta bilməzsən. Mənim oğlum çox işləyir, yorulur, onun asudə vaxtı da olmalıdır. Sən ona imkan verməlisən istirahət eləməyə. Yəni biz analar oğlanlarımızın səhvini görəndə də onların tərəfinə çıxırıq. Bəs bu da nəyə gətirib çıxarır? Qadınlar bir-biri ilə rəqabətə girir. Çünki ana öz oğlunu buraxa bilmir, öz oğlunu qısqanır gəlinə və gəlini susturmaq üçün bir alət axtarır. Alət də nədir? Oğluna elə bil o şəraiti yaradır, yəni arxa kimi durur ki, sənə hər şey olar. Sən bunu eləyə bilərsən. Yenə də qaynana və gəlin konflikti nədir? Qadın və qadın arasındakı konflikt. Amma yenə də burada kişinin bir rolu yoxdur. Yenə də kişi, mən belə görürəm ki, qurban pozisiyasındadır. Yox, kişi əslində kişinin bir belə deyək zəhmi olsa, kişinin bir öz sözü olsa, kişi əlbəttə ki, orada bir sərhəd var. Yəni insanın ümumiyyətlə kişi, qadın hər biri öz sərhədlərini qorumalıdır. Əgər o kişi görürsə ki, ana məsələn onun sərhədlərini pozur və yaxud onun sevdiyi qadının sərhədlərini pozur, o zaman ananı da belə deyək, yerini göstərməlidir, öz həyat yoldaşının da yerini göstərməlidir. Və burada əlbəttə ki, o öz güvənli, zəhimli bir öz sərhədlərini qoruyan bir kişi olsa, bu problemlər yaranmır.